Salam əziz şagirdlər, bildiyiniz kimi bugün 26 oktyabr tarixində OTK-nın blok sınaq imtahanı keçirilib. Gəlin həmin imtahanda tarix fənni üzrə hansı suallar düşüb baxaq. 61-ci sualda qeyd olunur ki, Azərbaycanın şimal və cənub torpaqları Sasanilər dövləti və Ərəb xilafətinin tərkibində birləşməsi nəticəsində bir etnik mədəni birliyin təşəkkülü baş verdi. Düzdür. Xristianlığın yayılması üçün şərait formalaşdı. Bu ümumiyyətlə yanlışdır kökündən. Deməli 2 səhvdir. 1 doğrudur və bizim cavabımız da çıxır. 1, 4. Yadelli işğalına qarşı mübarizədə əhali sıx birləşdi. 62-ci suala baxaq. Əhəmənilər imperiyasının hakimiyyəti dövründə Azərbaycanın şimalında sosial bərabərlik yox, bərabərsizlik mövcud idi. Əhali siyasi proseslərə qatıla bilirdi, bilmirdi, yanlışdır. Şimalında əhalinin adət-ənənələrinə toxunulmurdu, doğrudur. Doğru cavabımız C bəndi olacaq. 63-cü suala baxaq. Azərbaycan torpaqlarında yaranmış İskit şahlığına aiddir. Urartu ilə müharibədə İranzuya hərbi yardım göstərdi. Bu yanlışdır. Urartu dövlətinin varlığına son qoydu. Bu da yanlışdır. Manna ilə ittifaq qurub Assuriyaya hücum etmişdir. Doğrudur. 64-cü suala baxaq. Qədim Roma tarixinə aid uyğunluq gözlənilmişdir. İlk Roma diktatoru idi Oktavian, yanlışdır. Bilirsiniz, Sezar olmuşdur. Bütün İtaliyanın işğalı başa çatdırıldı. Padşahlıq yox, eramızdan əvvəl 3-cü əsrdə, Respublika dövründə. Karfagen dövləti ilə müharibə başladı. Makedoniya yox, Siciliya uğrunda. Respublika dövründə ölkəni idarə edirdi. İmperator, yanlışdır. İmperator imperiya dövründə idarə edirdi. Maliyyə işlərinə baxırdı. Senat, doğrudur. Məzdəkilər hərəkatı və Xürrəmlər hərəkatına aid oxşar cəhət deyil. Azərbaycanın cənub torpaqlarına təsir etmişdir. Düzdür. Ədalətli cəmiyyət qurulmasına cəhd göstərilmişdir. Doğrudur. Mərkəzi hakimiyyətə qarşı yönəlmişdir. Doğrudur. 1-ci minilliyin ikinci yarısında başlamışdır. Xürrəmlər üsyanı bilirsiniz 778-də başlayıb 1-ci minilliyin ikinci yarısı edir. Amma məzdəkilər 481-ci ildə başladığı üçün bu 1-ci minilliyin birinci yarısına düşür. Doğru cavabımız D bəndi olacaq. Azərbaycanda xilafət dövrünə aid ifadələrin doğru bəndlərini müəyyən edin. Rabat hərbi məskəndir. Doğrudur. Vəqf dini idarələrin ixtiyarında olan torpaqlardır. Doğrudur. Cizyə can vergisidir. Xərac torpaq məhsul vergisidir. 1-2 doğru cavabımız olacaq D bəndi. Daha sonra 67-ci suala baxaq. Albaniyada xristianlığın yayılmasının birinci mərhələsi, ikinci mərhələsi. Birinci mərhələsi 1-ci əsrdən başlayır, 313-cü ilə qədər Urnayırın xristianlığı rəsmi dövlət dini elan etməsinə kimi, ikinci mərhələ isə elə həmin tarixdən 313-cü ildən başlayır. Ağqoyun məclisi yox, Ağqoyun məclisinin çağırılması ilə başa çatmışdır, yox. Urnayırın xristianlığı rəsmi dövlət dini elan etməsi ilə başa çatmışdır. Yunanpərəst yox, apostol dövrü kimi tanınır. 4-cü əsrə qədər, yəni 313-ə qədər davam etmişdir, düzdür. 1-ə C olacaq, onda B səhvdir, C səhvdir, Y səhvdir, D səhvdir, cavabımız çıxır. 2-yə AB olacaq, 1-ci minilliyin ilk yarısına uyğun gəlir, yəni 313-dən başlayır, bu da 4-cü əsr, 1-ci minilliyin ilk yarısıdır. Hökümdar Urnayırın xristianlığı dövlət dini elan etməsinə başlamışdır, bəli, doğrudur. A, B, düzdür. Apostol dövrü kimi yox, Yunanpərəst dövrü kimi tanınır, C, səhvdir. Manna dövləti yaranmışdır. Zamua hakimlərinin birləşməsi nəticəsində, düzdür. Müstəqil fəaliyyət göstərən vilayətlərin artması yox, əksinə birləşməsi nəticəsində. İranzu, bilirsiniz, Manna 9-cu əsrdə yaranıb eramızdan əvvəl, amma İranzu 8-ci əsrdə hakimiyyətdə olub. Urartu və Əhəmənilərə qarşı Manna mübarizə aparmayıb. Assuriya hücumlarından qorunmaq zərurətindən, doğrudur. 1-5 doğru cavabımız olacaq. Sacilər, Salarilər və Rəvvadilər dövlətinin varlığına son qoymuş tarixi şəxslər. Sacilər dövlətinə bilirsiniz, Mərzban ibn Məhəmməd son qoyub. O zaman 1, 2, 4, 5 yanlışdır və doğru cavabımız çıxır 3. Salarilərə Əbulhica, Rəvvadilərə də Alparslan son qoymuşdur. 70-ci suala baxaq. Mihraqul xan və Bumin xan 6-cı əsrdə hakimiyyətdə olmuşdur hər ikisi. Bumin xan 552-ci ildə Göytürk dövlətini qurub, Mihraqul xan da 6-cı əsrin birinci yarısında hakimiyyətdə olub. Deməli, A oxşar olacaq, o zaman A bəndi, Y bəndi və D bəndi səhvdir. Yeni dövləti qurub Bumin xan 1-ci Göytürk dövlətini. Deməli, 2-yə
B uyğundur. O zaman B bəndə səhvdir. Doğru cavabımız çıxır. 1-ə Y. Mihraqul xan Hindistanın şimal-qərbini işğal edib. 2-yə B və D. Bumin xan Göytürklər aşina nəslindən idi. Və oxşar cəhətdə A olacaq. Doğru cavabımız C bəndi. 71-ci sual. Xəritədə əksini tapmış prosesləri müəyyən edin. Bu işə qırmızı ox ucluqlarından görürsünüz ki, burada söhbət qədim dövr Yunan koloniyalarının salınmasından gedir. A bəndi doğru cavabımız olacaq. 72-ci suala baxaq. Qədim Yunanistan tarixinə aid uyğunluğu müəyyən edin. Vulkan püskürməsi Mikena yox Krit mədəniyyətinə son qoydu. Quraqlıq illərində kəndlilər öz ağalarından borc alırdılar. Nəticədə də bu borcu vaxtında qaytara bilmirdilər deyə azad insanlar qula çevrilirdi. Bu da qulların sayını artırırdı. Salon islahat keçirdi. Attikanın bütün sakinlərinə vətəndaş hüququ verdi. Xeyr, ancaq kişi sakinlərinə aiddir bu. 3 səhvdir. Dori tayfaların yürüşləri Sparta şəhəri yarandı. Bəli, Dorilər Sparta şəhərinin əsasını qoymuşdu. Doğru cavabımız C bəndə 2-4 olacaq. Manna dövlətinin Assuriya dövləti ilə münasibətlərinin pozulmasının səbəblərini istəyir. Mannanın İskitlərlə yaxınlaşması 1. Düzdür. Azanın Assuriyaya arxalanmaqdan imtina etməsi xeyr. Aza Assuriya meyilli siyasət yürüdüb. 2 səhvdir. 2-ni çıxırıq. 1-i saxlayırıq. Ulusunu Urartudan kömək aldı. Düzdür. 1, 3. Deməli, doğru cavabımız çıxır. Bir də 4 olacaq. Mediada Assuriya əleyhinə üsyanlara Manna dəstək vermişdi Ahşerinin dövründə, bilirsiniz. 1, 3, 4 doğru cavabımız olacaq. 74-cü sual. Qədim Misir tarixinə aiddir. Ali məmur Çati həm də baş komandan idi. Baş komandan Fironun özü idi. 1 səhvdir. Qulları yad düşmən yox, canlı ölü adlandırırdılar. Vahid dövlət yaradılarkən paytaxt Fiv yox, Memfis şəhəri idi. Eramızdan əvvəl 2-ci minlikdə Het dövlətlə mübarizə aparmışdılar. Firon Tanrının yer üzündəki təmsilçisi sayılırdı. Doğrudur. D bəndi. 75-ci suala baxaq. Lullubi və Kuti dövlət qurumlarından fərqli olaraq Arat da dövlət qurumuna aiddir. Urmiya göl ətrafında, üçü də Urmiya göl ətrafında yaranıb. Cənubda Diyala çayına qədər Lullubilərin sərhədi idi. Eramızdan əvvəl 3-cü minilliyin birinci yarısında yaranmışdı. Bəli, Arat da 3-cü minilliyin birinci yarısında yaranıb. Kuti və Lullubilər isə ikinci yarısında. Doğru cavabımız C bəndi olacaq. Böyük Hun və qədim Çin dövlətlər üçün oxşar cəhət istəyir. Şimaldan gələn hücumlara qarşı böyük Çin sədi tikilmişdi. Bunu Çinlilər zaten Hunlara qarşı tikib, səhvdir. 3-cü yüzilliyin birinci yarısında yaranmışdır. Hun dövləti eramızdan əvvəl 220, Çin dövləti isə 221-ci ildə yaranıb. Bu da eramızdan əvvəl 3-cü əsrin birinci yox, ikinci yarısı hesab olunur. Deməli, B bəndə səhvdir. Makedoniyalılara qarşı şərqə yürüşünü dayandırmışdır. Səhvdir. Bir-biri ilə davamlı mübarizə aparmışdır. Düzdür. Hunlar və Çin arasında bilirsiniz, davamlı müharibə getmişdir. Tarixi proseslərin ardıcıllığını tamamlayan bəndləri müəyyən edin. Ərəblər arasında siyasi birliyin olmaması, Bizans-Sasani müharibəsi nəticəsində tərəflərin bir-birini zəiflətməsi, Misirin müsəlmanlar tərəfindən fəth olunması. Biz 1 və 2-yə müvafiq bəndləri qeyd etməliyik. Baxaq. Misirin müsəlmanlar tərəfindən fəth olunması bilirsiniz 4 xəlifənin dövründədir. Deməli, ümumiyyətlə Əməvilər ola bilməz. B bəndi səhvdir. Və yaxud da Kardova ola bilməz. D bəndi səhvdir. Həmçinin İspaniyanın fəth olunması da yanlışdır. Qalır cavabımız A və C. Baxaq. İslam dininin zəif yayılması, ərəblər arasında siyasi dini birliyin olmaması İslamdan əvvəlki dövrə aiddir. Deməli, İslam da yox idi. O zaman doğru cavabımız C bəndi olacaq. 6-cı yüzillikdə Yəməni ələ keçirmə yolunda Bizans-Sasani mübarizəsi 1-ə qeyd olunacaq. 2-yə isə İslam orduları Bizans və Sasaniləri məğlub etdi. Nəticədə Misir müsəlmanlar tərəfindən fəth olundu. Doğru cavabımız C bəndi olacaq. 78-ci sual. Azərbaycanda və Qərbi Avropada feodal münasibətlərinə aid oxşar cəhət. Kəndlilərin çoxu feodallardan şəxsən asılı idi Avropada. Feodalların xüsusi təsərrüfatı yox idi Azərbaycanda. İbtidai icma quruluşu yox, quldarlıq quruluşunun dağılmasına yaranmışdır. Səhvdir. 1000 ildən çox davam etmişdir. Azərbaycanda bilirsiniz 3-cü əsrdə yaranıb, 19-cu əsrə kimi, 19-cu əsrin ikinci yarısına kimi. Avropada isə 5-ci əsrdə yaranıb,
17-ci əsrə qədər və baxırıq ki, hər ikisi 1000 ildən çox davam etmişdir. 17-ci əsrdə Azərbaycanda yox, Avropada məhz feodalizm başa çatmışdır. Xəritədə paytaxtları göstərilmiş dövlətlərə aid ümumi cəhət. Paytaxtı Qəbələ şəhəri idi Albaniyanın, paytaxtı Qazaka idi Atropatenanın. Atropatena və Albaniyaya aid oxşar cəhət 3-cü əsrin əvvəllərində yox, 4-cü əsrdə yaranıblar eramızdan əvvəl. Seleviklərin hücumuna təkcə Atropatena məruz qalıb. Midiyanın yox, Makedoniya imperiyasının süqutu nəticəsində yaranıblar. Bizans imperiyası və Xəzər xaqanlığına qarşı mübarizə Atropatenaya aid deyil. Ərazisi Azərbaycan Respublikasının bəzi rayonlarını əhatə edirdi hər iki dövlətin. Doğrudur. Eramızdan əvvəl 3-cü minillikdə Hind çayı vadisində salınmışdır. 2-ci minillikdə isə tərk edilmişdir. Söhbət Hindistanda yaranmış şəhərlərdən gedir. Harappa və Mohenjo-Daro. Doğru cavabımız A bəndi olacaq. 81-ci sual. Avropada feodal münasibətlərin yaranması müşahidə olunurdu. Roma imperiyasının respublikaya çevrilməsi ilə xeyr, bu səhvdir. Suvarma sistemlərinin dövlətin ixtiyarında olması, bu da yanlışdır. Roma imperiyasının dağılması ilə xristianlığın yayılması ilə doğrudur. B bəndi. Xəritədə göstərilən ərazi dəyişikliyini əks etdirir. Biz burada ikinci xəritəyə diqqətlə baxsaq, burada paytaxt şəhərlər görürük. Təbriz, Gəncə, Şamaxı. Deməli, artıq ikinci xəritədə müstəqil dövlətlər var. Rəvvadilər, Şəddadilər və Şirvanşahlar. Deməli, və həm ikinci xəritədə vahid dövlət yoxdur. Deməli, A bəndi səhvdir. Azərbaycanda xilafətin hakimiyyətinin başa çatması və dövlətçilik ənənələrinin dirçəlməsi. Bəli, xilafətin dövründə biz vahid haldaydıq və Azərbaycan torpaqları tamamilə xilafət tərəfindən işğal olunmuşdu. Amma xilafətin parçalanması nəticəsində, zəifləməsi nəticəsində Azərbaycanda müstəqil dövlətlər yarandı, doğrudur. Vahid Azərbaycan dövlətinin dağılması və kiçik dövlətlərin yaranması ilə. Vahid Azərbaycan dövləti bu dövrdə Sacilər və Salarilər olub ki, Sacilər və Salarilərin dağılması ilə, məsələn, Şirvanşahlar dövləti yaranmayıb. Çünki Şirvanşahlar dövləti Sacilər və Salarilərin yaranmasından daha öncə yaranmışdı. Yəni, bunu hardasa götürə bilərsiniz, amma burada yanılmamalısınız. İşğalçı dövlətin mövqeyinin sarsılması və Atropatena və Albaniya kimi müstəqil dövlətlərin yaranması, bu da yanlışdır. Makedoniya İskəndərin imperiyasının dağılması və yeni dövlətçilik ənənələrinin bərpa edilməsi də yanlışdır. Xronoloji ardıcılığı müəyyən edin. Albaniyada Mehranilər Sülasının hakimiyyətə gəlməsi 630-cu il. Şirvan və Dərbənd hakimi Şəhriyarın ərəb sərkərdəsi ilə sülh bağlaması 643-cü il. Ərəblərin Sasanilər üzrə ilk hücumları 633-dən başlayır. Deməli, doğru cavabımız olacaq 1, 3, 2. 84-cü suala baxırıq. Erkən Tunc və ilk Dəmir dövrünə aid oxşar cəhətlər istəyir. Suvarma sistemlərindən istifadə olunması Erkən Tuncda yaranıb və daha sonraki dövrlərdə istifadə olunurdu. Köçmə maldarlıq əhəmiyyətini itirməsi yanlışdır. Metaldan əmək alətlərinin hazırlanması, bəli. Bu, eneolitdən başlayaraq bütün dövrlər üçün oxşar cəhətdir. Eneolit, Tunc və Dəmir dövrləri. Doğru cavabımız 1-3 olacaq. 85-ci sual. Şumerlərin tarixinə aid doğru fikirləri müəyyən edin. Şəhər dövlətlərdə idarəetmə əvvəllər teokratiyaya əsaslanırdır. Düzdür. Eramızdan əvvəl 7-ci minillikdə Misirdən yox, Mərkəzi Asiyadan gəliblər. Şəhər dövlətlər Luqal adlanan kahin yox, Luqallar hərbi başçı idi, bilirsiniz. Sonradan da hökümdarlara çevrilmişdilər. Tarixdə ilk yazdığı qanunlarda Şumerlərə aiddir. 1-4. Birinci minilliyin ilk yarısına aid olanları müəyyən edir. Birinci minilliyin ilk yarısı bilirsiniz, birinci ildən başlayır, 500-cü ilə kimi. Atropatenada Zərdüştün yaranması eramızdan əvvələ aiddir. Albaniyada Ağuyu məclisi 488-ci il. Düzdür. Azərbaycanda Pəhləvi yazı sistemində Atropatena Sasanilərin tərkibində olarkən istifadə olunmuşdu. Bu da 2-3. Şamaxıda Sündükən məscidi 920-ci ildir. Bu da birinci minilliyin birinci yox, ikinci yarısıdır. Deməli, doğru cavabımız 2-3 olacaq. Qaraxanlı və Qəznəvi dövlətinə aiddir. 10-cu yüzilliyin birinci yarısında iki yerə parçalanıb. Qaraxanlılar bilirsiniz 1042-də parçalanıb. Bu da 10-cu əsrin yox, 11-ci əsrin birinci yarısı edir, səhvdir. İbn Sina və Əl-Bruni kimi alimləri himayə edib Qəznəli Mahmud
2-yə B olacaq. Əsas rəqibi Uyğurlar idi, bu ümumiyyətlə yanlışdır. Banisi sultan tituluna layiq görülən ilk türk hökmdarıdır. Sultan tituluna layiq görülən ilk türk hökmdarı Sultan Mahmud Qəznəli olsa da, Qəznəlilər dövlətini bilirsiniz, Alptəkin qrup. Yəni onun banisi Mahmud Qəznəli olmayıb. Əfrasiyev Suasi tərəfindən idarə edilirdi. Qaraxanilər. 1-ə Y, 2-yə B olacaq. Situasiya sualına baxaq. Situasiya sualında Xəzər xaqanlığının Kordova xilafətinə göndərdiyi məktubdan bəhs olunur. 88-ci sualda qeyd olunur ki, sonuncu abzasda bəhs edilən narahatlığın haqlı olduğunu göstərən mənbədə verilməyən nəticələrdən ikisini yazın. Sonuncu abzas bilirsiniz budur. Və burada xaqanlığın narahatlığını haqlı olduğunu göstərən səbəb odur ki, bilirsiniz, sonradan 965-ci ildə Xəzər xaqanlığı özü də məhz Xəzər dənizi sahillərinə deyil, həm də xaqanlığın özünə bu yürüşlər olundu və Xəzər xaqanlığı özü Slavyanların yürüşünə məruz qaldı Kiyev knyazının və nəticədə paytaxt İdil şəhəri qarət olundu. Xəzər xaqanlığı süqut etdi və Xəzərlər öz müstəqilliyini itirdilər. 89-cu sualda qeyd olunur ki, məktubun yazıldığı ilədək, yəni məktub yazılıb 960-cı ildə Xəzər xaqanlığının hücumlarını dayandırır. Məktubun yazıldığı ilədək Xəzər xaqanlığının həmin hücumları dayandırmadığını göstərən nümunələrdən ikisini yazın. Bilirsiniz, bu məktubda mənbəni oxuduqda görürsünüz ki, söhbət Slavyanların yürüşlərindən bəhs olunur və məktubun yazılmasına qədər, yəni 960-cı ilədək Xəzər xaqanlığı bu yürüşlərin qarşısını almadığını göstərən bir neçə yürüş var Azərbaycan ərazisinə. Məsələn, 909-cu ildə, 910-cu ildə, 914-cü ildə, 944-cü ildə bu yürüşlər Azərbaycan torpaqlarına oldu. Əgər Xəzər xaqanlığı həmin hücumların qarşısını həqiqətən alsaydı, məhz Azərbaycan əraziləri Slavyanların yürüşünə məruz qalmayacaqdı. 90-cı sualda qeyd olunur ki, məktubun ikinci cümləsində nəzərdə tutulan Azərbaycan şəhərinin mənbədə verilməyən adını yazın. Burada ikinci cümlədə söhbət gedir Bəbül Əvvabdan. Babül Əvvab bilirsiniz ki, Dərbənd şəhəridir. Burada Dərbəndi yazmağınız kifayətdir. Əziz şagirdlər, sizin üçün OTK-nın blok sınağı imtahanının tarix suallarını izah etdim. Hər hansı qaranlıq qalan bir məqam olsa, rəy bölməsinə qeyd edə bilərsiniz. Sağ olun, sağlıqla qalın. Qeyd edim ki, sualları Telegram kanalımdan yükləyə bilərsiniz PDF formatında.